O dağları bəzəməyə ləli zəri hardan alım? Soldu getdi çiçəklərin təzə təri hardan alım? Olmuşuq lal, olmuşuq çar, susub nəğmə kiriyib tar. O bəstəkar, o nəğməkar xan tərtəri hardan alım? Tərtər çayı. Şanlıqda gül gəlirsən, sızqalarda sel gəlirsən, qədir bilən el gəlirsən, Kəlbəcəri hardan alım? Axır düşdük pərən-pərən, ömür harda bitər görəm. Hər vaxtınız xeyirli olsun, Həsrət və Ümid verilişinin daimi izləyiciləri. Hər birinizi salamlayıram. Məlum olduğu kimi, Həsrət və Ümid verilişi çəkilişini ölkəmizin fərqli bölgələrindən davam etdirir. Məqsədimiz əslən Qərbi Azərbaycandan olan soydaşlarımızın duyğularını, düşüncələrini siz dəyərli tamaşaçılarımıza çatdırmaqdan ibarətdir. Bugün də ənənəmizə sadiq qalaraq biz Yevlağa gəlmişik. Yevlaq şəhərində bizim dəyərli ziyalılarımızdan olan Hüseynova İlayə Cəbrayil qızının qonağı olacağıq. O İlayə xanım öz duyğu düşüncələrini, ziyalı xanım kimi fikirlərini siz dəyərli izləyicilərimizlə bölüşəcək. Gedək görək İlayə müəllimə bizlərə nə danışacaqdır. Hər vaxtınız xeyirli olsun. Həsrət və Ümid verilişinin daimi izləyiciləri. Hər birinizi salamlayıram. Bugünkü qonağımız sözün həqiqi mənasında maraqlı bir qonağımız var. Nəyə görə maraqlıdır? Çünki Qərbi Azərbaycanın mahallarında, rayonlarında, kəndlərində
elmə, təhsilə xüsusi maraq olan insanlarımız var idi. Demək olar ki, bu çoxluq təşkil edirdi. İndi bunun səbəbi nə idi? İnşallah veriliş ərəfəsində İlayə müəllimə bizə bunun səbəbini də açıqlayacaqdır. Verilişimizin qonağını təqdim etmək istəyirəm. Bugün Yevlax şəhərində biz həsəd və ümid verilişi olaraq İlayə müəllimənin qonağıyıq. Bir daha təqdim edirəm. Verilişimizin qonağı əslən Qərbi Azərbaycanın Paşalı rayonunun Tep kəndindən olan Hüseynova İlayə Cəbrayıl qızıdır. İlayə müəllimə, necəsiz? Yaxşıyam Ceyhun müəllim. Çox sağ olun ki, bu verilişi, həsrət və ümid verilişini yaratmışsınız. Qərbi Azərbaycanlıların talehi işıqlanır. Bu bir tarixi hadisədir, bir tarixi verilişdir deyərəm. Onun üçün sizə çox təşəkkür edirəm. Mən təşəkkür edirəm. İlayə müəllimə, artıq mən görürəm, bir ziyalı olaraq, müəllimə olaraq səməni də masanın üzərində əks eləməmişsiniz. Ramazan ayıdır, çox gözəl bir aydır və o cümlədən də Novruz bayramıdır. Və dünən də 8 Mart Qadınlar Günüdür. Artıq bir gün fərqlə sizə təbrik edirəm. O cümlədən xalqımızı, bütün xanımları 8 Mart Qadınlar Günü münasibətilə təbrik edirəm. Ramazan ayınız da xeyirli olsun. Novruz bayramı ərəfəsində də bütün bayramlarınızı təbrik edirəm. Çox sağ ol Ceyhun müəllim. Mən də Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan qadınlarını, şəhid analarını, qazi analarını, qazi bacılarını, qazi övladları olan qızları təbrik edirəm. Bəli. Təbrik edirəm. Ceyhun müəllim, elə bir vaxt gəlmişsən ki bizə. Bugün mənim sevincimin həddi hüdudu yoxdur. Xeyr inşallah. 6 il bundan qabaq mənim qızım Peymanənin toyu olubdu. Həmin bugün, bu tarixi. Allah xoşbəxt eləsin. Bəli. Sonra Ramazan bayramıdır. İl axır çərşənbəsidir. Novruz bayramımızdır. Hamısı bu ildə öz əksini tapdığına görə üst-üstə düşdü. Sizin gəlməyiniz də sevincə qarışdı. Yenə də xoş gəlmişsiniz. Bu bayram günlərində sizi çox sevirəm. Sizi uşaqlıqdan sevirdim. Sizi çox xatırladıram. Siz bizim əzizlimizsiniz, dəyərlimizsiniz. Allah razı olsun. Biz həmişə İlayə müəllimən adı gələndə həm dəstəyimizə maraq atırdı, həmişə soruşurdunuz. Onu oxumusan, bunu oxumusan. Biz sizin əlinizdə nələr çəkmişik, onu Allah bilir. O çətinlik olmasaydı İlayə müəllimə, mən belə başa düşürəm ki, mən öz şəxsimə götürürəm. Yəni mənim həyatımda müəllim və müəllimələrdən bəzi insanların çox böyük rolu var, onu da bilirsiniz. Yəni mən çox yaxşı xatırlayıram ki, nə vaxt bizə gəlirdiniz, biz sizə gələndə tez-tez gəlib gəlirdik. Hər zaman soruşun, Ceyhun onu oxumusan, Ceyhun bunu oldu, Ceyhun bunu oldu. Həmişə rəhmət atam deyir ki, bu İlayə müəllim olmasa siz oxumayacaqdınız. Allah sizi var eləsin İlayə müəllimə. İlayə müəllimə, mən vaxtınızı çox almaq istəmirəm. Həm də çünki irəliyə doğru yaxşı suallarımız var və indi istəyirəm ki, bu sualları sizə təqdim edeyim. Bizə də məlum olduğu kimi verilişimizin bir adəti var. Yəni birinci sual bütün verilişimizin qonaqlarına verəm o sualı. Zəhmət olmasa atanız, ailəniz haqqında, yəni atanız, ananız, onların ailəsi, bacı qardaşınız, ətraflı bunun haqqında məlumat verin ki, izləyəcəyimiz sizi daha yaxşı tanısın. Buyurun. Mən Hüseynova İlayə Cəbrayıl qızı, anam Zəhra, əsl Azərbaycan Ağayeva Zəhra İsmail qızı. Bəli. Sonradan familiyası Hüseynova Zəhra Bəli. İsmail qızı olub. Atam Cəbrayıl çox əməksevər olub, zəhmətkeş olub. Bizi çox əziyyətlə böyüdüb. Kənddə həm mal heyvanımız çox idi, ona baxırdı, həm də ambarda fəhlə işləyirdi. Ot biçini olanda ot biçininə gedirdi. Atam 39-cu il təvəllüdüdür. Anam da 1939-cu ildə anadan olubdu. Atam əslən bir tərəfi Cermuq, bir tərəfi atası İstisu.
Atam həm də babam Mikailin atası Gümüşxana kəndindən olubdu. Anam atası Məmmərzadan olubdu. Məmmərza kəndində olubdular. Sonradan mənim anam yenə də çox savadlı, uşaqlığı çox savadlı qız olub. O qədər bacarıqlı imiş ki, hətta onun bacarığına görə, savadlı olmağına görə məktəb siniflərdə yaxşı müəllim çatışmırmış. Siniflərdə həmin uşaqları, hansı ki əlaçıdır, yaxşı oxuyur, onları aparırmışlar başqa özündən balaca siniflərə dərs deyirmiş. Mənim anam həm də sağcı işləyirdi. Sağcı işləyə-işləyə sosialist əməyi veteranı oldu. Bizim hər birimizin oxumağımızda ailə üzvlərimdən, indi gəldikcə verilişə əsasən qardaş bacım haqqında da danışacağım, anamın rolu böyükdür. İlham müəllimə, üzr istəyirəm. Bəs atanız, ananız, onların ailəsi haqqında neçə uşaq olublar? Atalar, babalarınız, ananız, nənəniz haqqında? Mənim atamgil 4 qardaş, bir bacı olublar. Atamın qardaşı Zil İdris, Nəbiyev İdris adı ilə tanınır. Bir əmim Nəbiyev Əsəd deyirdi, biz aman əsl adı Vəli idi, təyyarəçi idi. Allah verən əmim İstosuda yaşayırdı. Mürsəl əmim kənddə yaşayırdı. Həm də Mürsəl əmim yaxşı bənna olubdu. Kəndin evlərinin tikilməyində xalqa kömək edib. Həm də ona görə ki, bunlar kənd elə bir qohum, əqrəbə, yad yox idi. Hamı bir-birinə gedib kömək edib evləri tikərdilər. Onu da pulsuz, yəni kəndin əhalisi bir-birinə köməkli edərək onları edirdilər. Sonra mənim babam, anamın babası İsmail olub. Çox cəsarətli, qoçaq, igid oğlan olub. 1941-45-ci il Vətən müharibəsində müharibəyə gedib, son məktubu Krımdan gəlib. Onu da tarixən bilirik ki, Krımda Azərbaycanlılar çox olub, 416-cı diviziya olub. Orada da Krımda Azərbaycanlılar çox ölübdür, plen düşübdür. Nəysə, həmin o vaxtdan sonra mənim babam gəlməyib, xəbər də olmayıb. Mikail babam da atamın babası çox cavan ölüb. Allah rəhmət eləsin onlara. Ballı nənəm çox şirin nənə idi. Kəhli nənəm vardı, ata nənəm. O Yevlaxdan hərdən birdən gələrdi bizə. Yay tətilində 3 ay, 4 ay qalardı. Amma ballı nənəm hər zaman bizə nənə ballı tayfası deyərdilər. Ballı nənəm hər zaman bizi yığardı qışda peçin qırağına, həsrətlə öz həyat yoldaşı İsmail Ağayevi gözləyərdi. Hər qapı açılanda, hər qapı döyüləndə nağıl eləyərdi ki, mən hər zaman, hər an, hər qapı açılanda kim gəlməklə baxmayaraq İsmaili gözləmişəm. O həsrətlər, o ümidlər hər bir insan üçün çox çətin idi. Biz uşaq idik. O uşaqlığımızı bizə nağıl kimi gəlirdi. İllər ötdü, hadisələr bizim öz başımıza gəldi. Gülay bibim var, ata tərəfdən danışmışam. O da Yevlaxda ailə qurub. Sonra anamgil 5 bacı, bir qardaş olubdu. Onların hərəsinin özünün sənət baxımından elə bil ki, sənətkar olublar. Necə sənətkar? Adlarını dedikdən sonra onlara deyəcəm. Diləfruz xalam, Cem müəllim, sənin mənim ən çox sevdiyim əziz xalalarımdan biri. Mənim adımı qoyub, o hadisəyə gələndə, deportasiya ilə bağlı sual verəndə mən adımla bağlı olan məsələni qeyd edərəm. İnşallah. Zabta xalam, Qönçə xalam, Zöhrə xalam və Bəşir dayım.
Bunlar uşaqlıqları çox çətin keçib. Kənddə Vəliyev, Vəli kişi olub, Babayev Vəli. Onlara çox himayədarlıq eləyib. Onun həyat yoldaşının adı Mələk idi. Onun hətta bir oğlu Surxay dayı vardı, Allah rəhmət eləsin. Çox zaman öldü. Kəndin bənnası idi. Anam giləmişə söhbət edərdi ki, bizim bu evlərdə Mürsəl əmimlə Surxay dayının, bir də bəylər, Səmədov bəylər vardı kəndimizdə. Bir də o bəylər kişinin adını çəkərəm ki, kənddəki bütün işlərdə hamıya kömək edirdi. Və anamın bir toxuculuq qabiliyyəti var idi. Kənddə elə bir ki, corab toxuyurdular, yaylıq toxuyurdu, hətta paltar toxuyurdu mənim anam. Sözünüzü unutmayın. Mən bir müddət bundan əvvəl bir müddət əvvəl İlham müəllimə, məsəl üçün mən bu verilişlərin birində, yəni kəndimizdə xanımların o dediyiniz o toxuculuqla məşğul olmasını xüsusi vurğulamışdılar. Və daha sonra məsəl üçün mən şahidi oldum ki, bu toxunan deyək ki, xalçalar olsun, kilimlər olsun, daha sonra bunlar burada muzeylərə təhvil verirlər. Demək ki, çox tarixi bir dəyəri var imiş. Buyurun. Bəli. Mən özüm Ceyhun müəllim, öz gözlərimlə görmüşəm, hətta uşaq vaxtı ilmələr də vurmuşam. Çünki mənim ballı nənəmgildə orada gəbə xalça toxunardı, kilimlər toxunardı. Orada da ən çox yaxşı o kilimdə, gəbədə toxumağında Diləfruz xalam çox yaxşı vururdu. Onlar, anam da çox bacarığı vardı. Mənim anam rəssam deyərdim, mənim anam musiqiçi deyərdim, mənim anam təsvir incəsənət müəllimi deyərdim. Hər bir şeydə qabiliyyəti çox mükəmməl idi anamın. Ona görə də bax bunları bacım Nərgiz saxlayıb. Ona göstərən cümlədə onları. Həqiqətən. Zəhranla toxuyub onları. Hə, bunları toxuyub, verib sandığından çıxardıb, verib Nərgizə ki, bunu gəlinə verərsən. Bunu da yenə anamın toxuduğudur. Bu da Nərgiz verdi. Bu da çaynikın altına qoyulurdu. Hətta anamın xatirələri çoxdur. Zəhmət olmasa sualı davam etdirin, öz qardaş bacınızla bağlı. O da davam edək. Bəli, Ceyhun müəllim, biz 5 bacı, 3 qardaş olmuşuq. Kimlərdir? Bacım, böyük qardaşım Hüseynov Eldar 1960-cı ildə anadan olub. Həm də sürücü və Bakıda Texnik Peşə Məktəbində təhsil alıb, o dövrdə qaynaqçı olub. İkinci bacım Hüseynova Qərənfil Cəbrayıl qızı, Hüseynova Qərənfil Cəbrayıl qızı, bəli, 1962-ci il təvəllüdlü olub. Üçüncü bacım Hüseynova Əsmər Cəbrayıl qızı. Dördüncü bacım isə Hüseynova Nərgiz Cəbrayıl qızı. O da Kənd Təsərrüfatı Texnikumunu oxuyub, buxalteriya sahəsini oxuyub. Hüseynova Ətraba Cəbrayıl qızı. Qardaşım Hüseynova Cavanşir Cəbrayıl oğlu, o da ali təhsillidir. Bakıda Neft Kimya İnstitutunu qutarıb. Balaca qardaşım isə Hüseynova Ədalət Cəbrayıl oğlu 1975-ci ildə olub. Cavanşir də 70-də anadan olub. Ətraba 77-ci ildə anadan olub. Onlar bir anlığa unutdum. Yenidən geri qayıtdım. Amma bunlardan biri rəhmətə gedib. Allah rəhmət eləsin. İlham müəllimə, siz öz haqqınıza məlumat vermədiniz. Neçə uşağınız var? Maşallah olsun, oğlunuz vətənimizi qoruyur. İnşallah Allah sağ-salamat qayıtmağı nəsib eləsin. Toyuna gələk inşallah. Ceyhun müəllim, çox sağ ol. Daha da məni vətənpərvər bir ana kimi qürurlandırdın. Mən Hüseynova İlaya Cəbrayıl qızı 1964-cü ildə Paşalı rayonunun Tirp kəndində anadan olmuşam.
Mənim uşaqlıq illərim çox maraqlı olub. Mənim anadan olanda mənim Dilafruz xalam bir müəllimə, 3 bacı varmış, Süraya, Gülaya, İlaya. İlaya müəllimə imiş. Deyib ki, qoyun minəsində, Yevların qoyun minəsi kəndində olublar. Deyib ki, mən bunun adını İlaya qoyacağım, gələcəkdə bu da müəllim olacaq. Və çox heyflər ki, mənim o xalam çox cavan maşın vurdu, rəhmətə getdi. Allah rəhmət eləsin. Mən bu qismət idi, yazı idi. Yoxsa uşaqlıqdan uşaqlara ad qoyulanda bir talehin deyərmişlər, fikirləşir. Çox gözəl. Mən də 1986-cı ildə Yusuf Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutuna qəbul oldum. 5 il oxuyandan sonra Azərbaycan dili ədəbiyyat müəllimliyi tutardım. Həmin illər mən əsasən məktəbi 1981-ci ildə bitirmişəm. Mən həmin dövrdə məktəbdə ilk dəfə pioner başda rəhbəri, sonra isə gün uzadılmış qruplarda dərs deyirdim. Çünki mənim bacarığım var idi, biliyim var idi. Hətta elə bil ki, oxuduğum vaxtlarda kəndimizdə tamaşalar verərdik. Və o tamaşalarda da oynayardım mən, rollarda çıxış edərdim. Kənddə, terpdə, köşbəkdə biz gedib klublarda, səhnələrdə o rollarla oynayardıq. Cəmaət qarşısında o tamaşanı göstərərdi. Bizi də alqışlayardılar. Hamı yığışırdı bir-birinin yanına. Fikirləşirdilər ki, bu qızın hələ cəsarətinə bax, bu qızın qorxmazlığına bax ki, bu qız bu millətin qarşısında çıxış edir. Mən elə uşaqlıqdan biraz da şişitmək olmasın bacarığım olubdur. İlham müəllimə, inşallah bu təhsillə bağlı suala gələcəyik. Bəli, o suala gələcəyik. Mən sadəcə bu valideynizlə bağlı, bu deportasiya ilə bağlı bildiyiniz kimi, yəni bütün biz 88-ci ildə bu başımıza gələn bəla müsibəti yaşadıq. Amma valideynləriniz də 48-53-cü ildə dediniz ki, bu deportasiya məruz qalıblar. Onun haqqında nə deyə bilərsiniz? Nə işləmisiniz? Müəllim, 1905-18-ci illərdə erməni daşnaqları tərəfindən bizim kənd cəmaatı, 32 kəndin cəmaatı qaçqın düşüb. Deportasiya deməzdim, qaçqın düşüblər. Sonra onlar 1918-ci ildən sonra geri qayıdıblar. 20-ci il Sovet hakimiyyəti bərqərar olandan sonra geri qayıdıblar. Geri qaydanda hamı deyir, könlümün sevgili məhbubu mənim, vətənimdir, vətənimdir, vətənim. Vətənim verdi mənə nan-ı nemək, vətəni məncə unutmaq nə demək? Çox insanlar öz vətən həsrətini unuda bilmədiklərinə görə geri qayıdıblar və 1988-ci ilə qədər həmin kənddə yaşayıblar. Müxtəlif kəndlərdən ora gəlib yığışıblar. Məsələn, bulaqlardan gəliblər, bulaqlar Arınçdan gəliblər. İndi elə mən arada bir onu deyim, mən həqiqətən həmin 1918-20-ci illərdə bəy nəslindən olan, Niftali bəy nəslindən olan nəticəsi ilə ailə qurmuşam. Özümün də 3 qızım, bir oğlum var. Böyük qızım Baxşalıyeva Peymanə Yavər qızı həm mesestralıq oxuyub, həm də Gəncə Dövlət Universitetində turizminin ali təhsillidir. İkinci qızım Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında psixologdur, məktəbdə psixoloq işləyir. Oğlum Baxşalızadə Pərvaz hal-hazırda vətənimizi qoruyur. O da İsmaillidə kollecə qəbul olub. Oğlumla bərabər bir hadisəni danışım. Mən demişdim ki, o qədər vətənə bağlıyam ki, vətəni sevirəm ki, demişdim ki, kim ki mənə muştuluq versə ki, oğlun gedir
vətəni qorumağa mən ona muştuluq verəcəm. Bəzən inanmırdılar. Nəsə bir gün mənə xəbər verdilər ki, sənin oğlun vətəni qorumağa gedir. Mən Allaha and olsun zorla belə çətinliklə 25 manat həmin adama muştuluq verdim və onun izah etdim ki, mən niyyətli olmuşam. Mənim üzr istəyirəm hamıdan. Oğul övladlarım qalmadığına görə, ən əsas da vətənlə bağlı olduğuna görə niyyət eləmişdim. Övladım olsun, vətəni qorumağa getsin. Mənim ən böyük arzum əskər anası olmaq idi. Ay maşallah. Allah onu sizə nəsib eləyirdi. Mən o əskər anası olmağımla fəxr edirəm. Fəxr edərəm ki, bütün hamısı qürurlansın. Bəli, 4 ay qalıb. 4 aydan sonra Qarabağ torpağında Kəlbəcər rayonunda kəndinin adını deməyəcəm. Kəlbəcər rayonundadır. Mən elə fəxr edirəm ki, mən özüm gəlib 1988-ci ildə deportasiya vaxtında Şuşadan Xocalıya gəlmişik. Elə uşaq da Xocalı kimi gedir və Qarabağ torpağında vətəni qorumaq, vətəni sevmək, qarın üzərində mənim arzumu yazıb, əskər anası. Ay maşallah. Ona görə də mən oğlumla, əskərlərlə fəxr edirəm. Allah bütün əskərləri qorusun, sağ geçsinlər, salamat gəlsinlər. Oğul yaranıb vətəni qorumaq üçün. Atalar deyir ki, oğul düşmən çəpəridir. Bəli, mən də yenə də fəxr edirəm ki, mən bir əskər anası kimi sizə müsahibə verirəm. İlham müəllimə, çox gözəl. İnşallah sağ-salamat evinə, ocağına qayıtsın. Toyuna gələk inşallah. İlham müəllimə, o sözü da biraz yarımçıq qaldı. Sanki o deportasiya ilə bağlı fikrimiz davam edir. Deməli, 88-ci ilə qədər çox gözəl kənddə yaşayırdıq. Kəndimiz o qədər gözəl idi ki, 9 iqlimin hamısı oradaydı. Kənd həyatı daha çox xoş idi. Sürü ilə mal heyvanımız, yüzbaş qara buynuzlu heyvanımız var idi, qoyun, quzu. Sonra atam onların hamısına tək baxırdı. Atımız da var idi. Həmişə yaylağa gedirdilər, qoyun quzunu otarmağa gedirdilər. Kənd həyatında beləcə müharibə illərindən bərpa illəri 41-45-ci illəri nəzərdə tuturam. Cəmaət çox çətinliklə özlərinə bir yurd yuva qurmuşdular. Təzə bir Allaha şükür eləyən vaxtlarında yenə erməni daşnaqları ki, onlar həmin heç vaxtı İrəvanda olmayıblar. O İrəvan xanlığı olub ora. İrəvan xanlığında yaşayanlar da özlərinin də sənədlərində qeyd edirlər ki, əksəriyyəti türklər və Azərbaycanlılar olubdur. Biz oranı ya zorla ya da pulla almışıq. Doğrudan da orada bizim tarixi sənədlərimiz, tarixi əsərlərimiz var və biz həmin bizim öz kəndimizdə də var idi. O verilişlərdə deyiblər, təkrarlama olmasın. Ona görə də atamgil yenidən 88-ci il fevral ayının 13-dən yenidən Qarabağda ermənilər miting elədilər ki, biz müstəqil respublika olacağıq ya da ki, biz Ermənistana birləşəcəyik. Belə halda biraz yaşadığımız yerdə gərginlik oldu. Hər birimizdə cəmaatın özü fevral ayının 13-də başlanan hadisə heç kimdə inanmırdı. Deyirdilər, ola bilməz, elə belə münaqişədir, yatırlar, nə bilim, elə belə söhbətlərdir. Bir müddətdən sonra bunu baş katiblər, Mərkəzi Komitənin baş katibi Mikhail Qarbaçov idi. Deməli, bunlar hamısı sakitləşdirə biləcəklər. Ancaq xeyr, bunlar sakitləşmədi. Onlar da erməninin oyuna gəldilər, bəli. Erməninin oyuna gəldilər. Ermənilər 1988-ci ildə mən Naxçıvan Dövlət Universitetində oxuyan vaxtı yayda bağçalar, bağlar, barlı vaxtı, həyətlər, gül çiçəyi, bülbülü çağıran vaxtı
cəmaət kənddən zorla köçürüblər. Biləməm, sözünüzü unutmayın. Məsələn, bu 48-ci rəhmətli Cəvdər əminlə Zəhranla məsələn bu ərəfədə məsələn onlar hara köçdülər? Çünki ikinci deportasiyanın ikinci mərhələsi o vaxt baş verdi. Onlar hara gəldilər? Hardan daha sonra nə vaxt qayıtdılar təzən tərəfə? Məlumatınız varmı onun haqqında? Bəli, məlumatım var, Ceyhun müəllim. Anamgil Bərdənin anam Zəhragil Bərdənin Qaradəmirçi kəndinə gəliblər. Atamgil Yevlağın Qoyunminəsi kəndinə gəliblər. 1948-52-ci illəri deyərdim mən. Çünki 52-ci illərə qədər Ermənistandan bütün Azərbaycanlılar köçürülüb, zorla deportasiya olunub və onlar gəliblər, həmin yerdə yaşayıblar. Sonradan mən o əvvəlcədən qeyd etdim ki, vətən həsrətinə dözə bilməyənlər geri qayıdıblar. Mühit, dağ yerində yaşayan insanlar gəlib tökülürlər, məsələn, aran yerinə dözə bilmədilər, Bəli, dözə bilməyib, məsələn, oradan gələnlərin çoxu da ölüblər, vəba xəstəliyinə düşüblər. Sonra deyirdilər ki, qızdırma xəstəliyi olub. Yəni, belə ölüblər cəmatın çoxu. Mən Salyanda müsahibə alanda, o da bir müsahibə aldığım bir elimiz bir çox maraqlı bir fakt dedi. Hətta o dedi ki, bizim babamız o 48-dən gedir söhbət. Yəni oradan kömür çənlərində, yəni o vaqonlardan kömür daşınan hissəsində daşıyıblar cəmaata. Yəni nə qədər acınacaqlı bir vəziyyətdə həm ellərin obalarından çıxarıblar, həm də bir də bundan daşınmasında yəni təhqir ediblər, təhqirə, tənqidə məruz qalıblar. Bəli, bu qədər acınacaqlı. Ceyhun müəllim, doğrudan da o söhbətin həqiqi Ballı nənəmin danışığından bilirəm. Çünki Ballı nənəm uşaqların götürüb 25 yaşından 5 dənə uşağa baxmaq qadın üçün çox çətin idi. Uşaqlarını götürüb Azərbaycana gələndə dedim ki, bə necə getdiniz? Dedi ki, vaqonlarda bizi apardılar. Halbuki hansı vaqonlarda? Kömür, taxta daşınan vaqonlar var imiş. Heyvanları daşıyan. Dedi, orada hətta az qalırdılar ki, bizi çənlərə yığarlar. Neft, nə bilim, benzin çənlərinə, o dərəcədə bizə zülm verərək bizi öz vətənimizdən ayırdılar. Atamgil də gəlib Qoyunminəsində onlar da çətinliyi olub. Atamgil meşədən ağac qırırmışlar, gətirib odunları yığırmışlar və satırmışlar. Çox çətinliklə. Sonradan vətən həsrəti deyərək də qayıdıblar geri. Yenidən ermənilərin oyununa gələrək 88-ci ildən Şuşaya və Xocalıya gəlmişik. Həmin o Xocalıda da bir kəndin taleyi, kəndimiz çox insanları Xocalıya gəldi. Xocalıda da şəhidlərimiz çox oldu. Hüseynova ətrafı. Siz birinci üzrəm, oradan kənddən çıxanda öncə ailə olaraq o çıxış anında o hadisəni danışardınız. Məsələn, o necə oldu? Məsələn, çıxdınız, neçə ailə çıxdınız? Qohum məqrəbədən bərabər çıxdınız, ailələr kimlər var idi? Ceyhun müəllim, mən həmin dövrdə oxuyurdum. Naxçıvan Dövlət Pedaqoji Universitetində 2-ci kursda oxuyurdum. Xəbər gəldi ki, kənd köçüb. Kənd köçüb, hər ev maşınlarla danışırmış, kənddə Səməd kişi vardı. Səməd dayı deyirdik. Onların maşınlarla, Allah verdi dayının, onların maşınları ilə kənddən köçüblər. Hissə-hissə vaxt veriblər. Naxçıvandan maşın tutublar, gəliblər maşınlarla köç eləyiblər, gəliblər Şuşaya. İlk gəlişləri Şuşa olub. Şuşada qaşa. Mənə xəbər çatan, mən bilmədim. Onda dedilər ki, bəs Ermənistandan ilk dəfə Paşalı rayonun Terp cəmaatı köçübdür. Bu köçlə bağlı bir aydan sonra atam Cəbrayıl Naxçıvana gəldi və Naxçıvanda dedi ki, bəs biz getmişik Şuşaya, sən Naxçıvandan poyezə binərsən qatarla, gələrsən Füzuliyə, Füzulidən çox çətinliklə gəldim çıxdım. Füzulidən Horadizə gəldim,
Horadizdən Füzuliyə gəldim, sonra Ağdam maşınına mindim, Ağdam Şuşa ilə gəldim elə çətinliklə ailəmizi. Bəli, orada da təcili yardım elə bir ki, çox pis oldum. Təcili yardım maşını üstümə tələbə yoldaşlarım, otaq yoldaşlarım çağırdı. Hətta dedilər ki, bunu gözləyin, bu infarkt keçirib. Belə bir hadisə ilə də eşitdim, amma sonra onlar dedi ki, yox, doktor elə, həkim elə demədi. Amma ondan sonra vətəni kəndi öz gözümlə görmək istəyirdim. Dedilər ki, bizim elə bir ki, işlədiyim dövrdə Trudavoy deyildi də, əmək kitabçası. Həmin onu rayondan gərək hər biri özü gələ. Ermənilər tələb edib ki, hər bir adam özü gəlməlidir, özü aparmalıdır. Yenidən Şuşadan çox çətinlik də olsa, amma sevə-sevə o kəndə baxaraq uşaqlığımı, gəncliyimi, sevgimi, məhəbbətimi o kənddə qoyub getmişdim. O kənd mənim hər bir şeyim idi. Deyirlər ki, vətən hardan başlayır? Deyir, ayaq tutduğum, havasını utduğum yerdən başlayır. Həmin onda gəldik kəndə, gəldik Allah rəhmət eləsin. Frəngül heç kim yox idi. Amma bağlar barı idi. Hər meyvədən var idi. Biz dedik ki, bəs kimgildə qalacaq? Dedilər ki, Frəngül xalagildə. Cəmaat kim ki gəlir, onlara gedirlər. Getdim ora ki, rəhmətli Furuzdur, bacısı Sevdadır. Rəhmətli Salman dayının oğlu Mühibbətdir. Köşbəkdən də var idi, bilmədim kim idi, yadımdan çıxıb, illər unudaram. 2 gecə orada qaldı. 2 gecədən sonra yenidən Frunzgülün köçü gedəndə biz onlarla bərabər yenidən bir də Şuşaya qayıtdım. Mən axırıncı dəfə həsrətlə o kəndə baxıb, həmin ilə yay idi. İyul ayıydı, mən o həsrətlə o kənddə baxıb çıxdım. Allah kəndimizə qayıtmanı nəsib etsin. İlham müəllimə, gəldik əsas məsələyə. Siz verilişin əvvəlində qeyd etdim, siz ziyalı xanımlarımızdansınız, elmlə, təhsillə məşğul olmuşsunuz. Elə istəyəm, sualı bu istiqamətdə verim sizə. Siz zəhmət olmasa kənddə təhsillə bağlı danışın. Ceyhun müəllim, 1981-ci ildə mən məktəbi bitirmişəm. O vaxtlar 7 yaşından məktəbə gedirdilər, ardıcılığı pozmayaq. Bəli, buyurun. Mənə ilk dəfə 1-ci sinifdə dərs deyən müəllim, Köşbəkdən Famil müəllim var idi. Onun həyat yoldaşı var idi, Naftalandan idi, Raya müəllim. Mənim 1-ci ibtidai sinif müəllimim Raya müəllim olub. İkinci Raya müəllim yenidən Köçbəyə getdilər. Köçbək kəndində onlar dərs deməyə başladı. Bizim kəndimizdə ziyalı Abdülkərim müəllim var idi. Onun Abdülkərim müəllim qızlarını oxutmuşdu. Adilə müəllim, Allah rəhmət eləsin. Mənim ibtidai sinifimi bitirməyində, yəni o vaxt ibtidai sinif 3-cü sinifə qədər idi. Adilə müəllim dərs deyib. 2-ci və 3-cü sinifdə. O illərdə həmişə deyirdim ki, biz niyə tək düşmüşük? Çünki məktəb kiçik idi, uşaq sayı çox idi. Gözəlin favoriti deyirdilər, müəllimlər qalan ev var idi. Bir tək bizim sinif, 2-ci sinifi gəlib, orada dərs deyib Adilə müəllim bizə. Sonradan 74-cü, 75-ci illərdə tam xatirimdə olmasa da, biz yenidən yeni məktəb kəndimizdə, yeni orta məktəb tikildi. Bizim kəndimizi, sonra ermənilər teypi Saravan elədilər. Saravan kənd orta məktəbini o bitirəndən sonra 81-ci ildə. Orada mənim ən yadımda ilk məktəbimizin direktoru Köşbək kəndindən Əliş Nəcəfov olmuşdu. Sonra o kəndə Sovet sədri təyin edildi. Qaytaran dayı köçdükdən sonra, Köşbəkdən Qaytaran dayı var idi, o Sovet sədri idi. Köçdükdən sonra Əliş müəllim oldu. Əliş müəllimdən sonra
Bilal Bəxtiyarov var idi ki, o Partişkalanı o vaxtı qurtarmışdı. O eldə, o obada 2 nəfər Köşbəkdən Hacıyev Kazım idi. Kazım müəllim. Köşbək 9 illik məktəb idi. Oradan da uşaqlar bizim məktəbə gəlib, bizim məktəbdə oxuyurdular. Terp 11 illik idi. Bəli, Terp 11 illik idi. Leyliqaçan kəndindən də bizim məktəbdə oxuyurdular. Mənim məktəb illərim çox maraqlı idi. Oxuduğumuz dövrdə, Sovet dövrü idi bizim oxuduğumuz dövrdə. İlk dəfə pionerə keçirdik, and içirdik. Leninin anadan olduğu aprel ayının 22-sində. Sonradan bizim 14 yaşımız olanda biz komsomola keçirdik. Komsomoldan da düz məktəbi bitirənə qədər. Amma mənim o illərdə xatirələrim çoxdur. Bizim məktəbdə yaxşı təhsil alan, təhsil verən və yaxşı oxuyan müəllimlərimiz də var idi. Şagirdlər də var idi. Mən bax, oxuduğum illərdə xatırladığım insanlardan İsayev Vidadinin adını çəkə bilərəm ki, hal-hazırda Bərdə rayon icra başçısıdır. Oxuduğum illərdə Lələş dayının oğlu Sübhan Bayramovun adını çəkə bilərəm. Bəli. Söhbətin Talibov söhbətin adını, Talibov Allah rəhmət eləsin, Akifin adını çəkə bilərəm. Sonra Həsən Miftəliyev, Həsən müəllimin, Əhməd qardaşlar deyirdilər. Və onların sinifində oxuyan Terpdən olan Yeganə müəllimin adını çəkərdim. Çox gözəl oxuyurdu, savadlı qız idi. O da Naxçıvan Dövlət Pedaqoji Universitetini bitirdi. Bitirəndən sonra məktəbdə az bir müddətdə orada Fenerbahçe rəhbəri işlədi. Ondan sonra isə onun yerində mən işlədim Fenerbahçe rəhbəri. Sonra kəndimizdən İsmail Ağayevin adını çəkə bilərəm ki, polis Xızı rayonuna polis rəisinə kimi gəlib işlədi. Mən elə bil ki, o eldən, obadan, məsələn, Köşbəkdən Əliş müəllimin oğlu Akifin adını çəkə bilərəm ki, uzun müddət məktəb direktoru oldu. Yəni bunlar bu üç kənddən üzr istəyirəm, Terpkirliyə qaçandan sizin o dövrdə önə çıxan uşaqlar idi. Bizim öz sinif yoldaşlarımızdan 4 oğlan, bir qız, mən, yəni ali təhsil aldıq. 4'ü Köşbəkdən, biri isə mən Köşbəkdən Hüseyin, rəhmətli Terman, bir də Mədəd. Onlar çox savadlı uşaqlar idilər. Hər beşimizdə ali təhsil aldıq. Amma bizim içimizdə yaxşı oxuyub Cem müəllim. Amma təhsil ala bilməyən uşaqlar vardı ki, mən Bayramov Vəlinin adını çəkərəm ki, riyaziyyatda mənə köməklik edirdi. Gedib evlərində qonşuyduq, yuxarı məhəllədə qalırdıq. Orada kömək eləyirdi. Sonra Hənifəyev Maral Saday qızının adını çəkərəm. Bu dəqiqə Təhsil Nazirliyində işləyir. Mən, yəni, kəndimizdə yaxşı oxuyan uşaqların sayı həddindən artıq çox idi. Onlar orada, elə bir ki, ermənilər yer vermədiklərinə görə, işləməklərinə görə, onlar yenidən Azərbaycana gəlirdi. Sonra Vahiyyətli müəllim məktəbimizin direktoru olub. Vahiyyətli müəllimdən sonra isə Allah qəni rəhmət eləsin, Mütəllim müəllim olub direktor. Bizim məktəbə elə bir ki, kənar kəndlərdən, ətraf kəndlərdən bizim məktəbə gəlib dəstəyən müəllimlər var idi. Bir xatirə danışım. Mütəllim müəllim, Vahiyyətli müəllim çıxandan sonra dedilər ki, orada Kötanlıdan gələnlərdən birini məktəb direktoru qoyaq. Mən də dedim ki, xeyr, bizim cəmaatı tanıyan burada Mütəllim müəllimdir. Mütəllim müəllim də ali təhsilli Azərbaycan dili ədəbiyyat müəllimi idi. Dedim ki, xeyr, Mütəllim müəllim olacaq. Mütəllim müəllim təyin edildi. İndi mənim sözümə görə də
oldusa da bir qüvvə idi. Söz qüvvəsi idi. Sonra mütəllim müəllim gedib həyat yoldaşına Rayaya danışıb. Raya məni tutdu, dedi mən bir kənd qızı kimi səninlə fəxr edirəm ki, sən bu qədər təsibkeşsən. Bəli, mən indi də Ermənistanlara qarşı təsibkeşəm. Bəli, çox gözəl. İlham müəllim, çox gözəl xatirələr danışırsınız. Məlumatda da dolğun məlumatlardır. Təşəkkür edirəm. Siz nə vaxt artıq mənim bacım Mənsurə dəst demisiniz kənddə? Bəli. Yəni o müəllimlik illərinizdən danışardınız. Nə vaxt qayıtdınız, dəst ediniz? Hansı siniflərə dəst ediniz? Kimləri xatırlayırsınız o dövrdən, tələbələrinizdən? Mən həmin illərdə o şəkillərdə də var. Bəli. Həmin illərdə özümün arzum olub müəllim olmaq. Həmişə bizim Azərbaycan dili ədəbiyyat müəllimimiz Paşa müəllim, Hürriyə müəllim, onların adını çəkməsəm olmaz. Mən deyirdim ki, mən oxuyacağam Paşa müəllim, Hürriyə müəllim kimi özüm də ali təhsilli bir oğlana ailə quracağam və müəllim oğlanla ailə quracağam. O qədər müəllimliyə bağlıydım. İndi həyat qismət onunla ali təhsilli müəllim olmadı, ancaq sürücü ilə ailə qurdum. Heç peşman da deyiləm qurduğum ailə üçün. Sonra həmin illərdə bizim məktəb illərində bizə dəstəyən müəllimlərdən Umud müəllim var idi. Çox tələbkar müəllim idi. Hər birimiz tələbkar idik. O dövrdə uşaqlara bir anla fikrim yayındı. Mənsurə gilə dəst dediyim vaxtı. Neçənci ilin müəllimə? Siz nə vaxt müəlliməliyə başlamışsınız? Mən 81-ci ildə müəlliməliyə başlamışam. Piyanobaşda rəhbər işləmişəm. Ermənilər Coqada var deyirdi. Sonra iki il piyanobaşda rəhbər işləyəndən sonra mən gün uzadılmış qrupda dərs deyirdim. Uşaqlara səhər başqa müəllimlər deyirdi. Günorta mən dərs deyirdim. Həm də onlar yatırdılar. Mənsurə, Füzuli, Əhməd, Vəli dayının qızı Aynurə var idi. Aynur, Əlinin oğlu Rəfai, Daşqın, Rəfail, biri Hidayətin, biri Əlinin oğlu olmalıdır. Yadımdadır onlara. Bəli, dərs demişəm. Çox uşaqlar o qədər dərsə marağı var idi ki, ailələrin dərsə, uşaqların, övladların oxutmağa, təhsil verməyə çox həvəsli idilər. Elə bir ailə olmazdı ki, Ceyhun müəllim, orada oxumayan, ailədə oxumayan bir insan olmasın. Hər evdə 3 nəfər, 4 nəfər, elə ailə vardı ki, 1 nəfər oxuyurdu. Bir nəfər təhsilli idi. Yəni, bizdə təhsilə önəm çox idi. O dövrdə valideyn deyirdi ki, biz uşağı veririk sizə, siz necə eləyirsiniz, eləyin, onları yaxşı təhsil alsın. Bizim valideynlərimiz deməzdi ki, müəllim uşağı təhqir etdi və yaxud vurdu. Çox maraqlı, nə bilim, valideynlərimiz olub. Yadıma gəlmir ki, valideyn iclası çağırılırdı. Yadıma gəlmir ki, bir dənə valideyn iclasında hansısa valideyn durub bir müəllimə deyək ki, mənim övladımı niyə döydün və yaxud niyə oxumadı. Hamıya eyni gözlə baxırdıq. İlham müəllim, üzr istəyirəm. Bildiyimiz kimi siz hal-hazırda Yevlax şəhərində hal-hazırda elmi fəaliyyətinizi davam etdirirsiniz. Bir müəllimə kimi, yəni başqa vəzifələr qoyan imkanada, onu müqayisə eləyəndə biz hardan hara gəlmişik? Yəni valideynlər vaxtında söz demirdilər, deyirlər əti sənin olsun, sümüyü mənim olsun. Amma indiki valideynlər nə deyir? Siz də hal-hazırda çünki o işlə məşğulsunuz. Yəni təhsiliniz, pedaqoji fəaliyyətiniz davam edir. Siz o fərqi necə dəyərləndirirsiniz? Hardan hara gəldik? Ceyhun müəllim, çox çətindir indiki uşaqlara təhsil vermək, valideynlərlə qarşılaşmaq. Niyə? O dövrdə bizim valideynlərimiz deyirdi ki, burada yaşlı nəsildə deyir ki, bizim valideynlərimiz deyirdi ki,
əti sənin, sümüyü mənim. İndi müəllim o dərəcədə uşağı döymürdü ki, tələb eləyirdi ki, oxusun. Amma indi hamısını deyə bilmərəm, çoxu Azərbaycanda. Uşağa elə bil ki, söz deyəndə deyir, ikisini ver da, ikisini ver, oxumur da. Mənim uşağıma niyə bunu dedin, niyə o sözü dedin? Ona görə də çox çətindir. İndiki təhsil vermək çox çətindir. Valideynlə qarşılaşmaq, təhsildən... Sizcə bunun səbəbi nədir İlham müəllimə? Dəyişən nədir ki, yəni çünki belə deyək də, yəni siz TET-dən misal verdiniz, öz dövrünüzdən misal verdiniz. Yəni dövr həmin dövrdür, zaman həmin zaman deyil. Başa düşürük, süni intellekt dövrüdür. Amma yəni o dəyərlər qalıb axı. O dəyərləri bizim fərqi nədir? Qərbi Azərbaycanlı, Azərbaycan, bu deyək ki, öz ölkəmiz olsun. Yəni fərqi nədir ki, bu valideynlər bu qədər təhsildə bu yəni tələb olunanda bu uşağın yetişməsi üçün tələb olunur. Yəni valideynlər niyə bu qədər müəllimlə tələbə şagird arasına giriblər? Yəni müəllimin belə demək mümkündürsə, mətbuatdan da görürük, müəllimin şagirdə söz demək səlahiyyəti sanki biraz dar çərçivə içərisindədir. Buna razılaşırsınızmı? Ceyhun müəllim nəinki dar çərçivə vəzifəsindədir, heç söz deməyə də imkan vermirlər. Müəllim nüfuzundan böyük heç nə yox idi. Çünki müəllim həkimdir, müəllim şairdir, müəllim rəssamdır. Bunların hamısı müəllim professordur, müəllim elmlər namizədir. Bunların hamısı müəllimlərin əlindən çıxıblar. Amma indi o qədər mən bilmirəm, televiziya, mən elə gəlir ki, televiziya verilişləri daha çox oldu. Mətbuatda müəllimlərin nüfuzunu biraz aşağı indi. Uşağa toxunmaq olmaz. Uşaqların hüquqları var. Biz də bilirik uşağın hüququ var. Elə deyil ki, biz təhsilli insanlar bilməyək uşağın hüququ var. Ancaq mətbuatın da burada müəllim nüfuzunun aşağı yenməsində rolu oldu. Yəni uşağın diqqətini yayındıran faktorlar daha çoxdur indi. Bəli, telefonlar, uşaqlarda məsələn bizdə valideynlər deyirdi ki, otur dərsini oxu. İndi uşaqlar intellektual verilişlərdə baxırlar, telefonlara baxırlar, özləri gedib başqa oyunlarda oyun oynayırlar. Təhsildən beləcə yayınıblar. Hətta valideynlər inciməsin, bu sözü deyəcəm. Valideynlər özləri telefonla o qədər məşğuldur ki, uşaqların unudublar. Biz deyirik ki, valideynlər, biz 10 il, 11 il bu uşaqlar bizlə olacaq da, ömürlük sizin uşağınızdır. Bəli. Bunların səhvi budur. Bunu belə eləsəniz, uşaq daha yaxşı inkişaf eləyər. Uşağa bu yandan baxın. Yenə də çətin valideynlərimiz var. Yəni etiraf edirəm ki, çətin valideynlərimiz var. İlham müəllimə, demək olar ki, artıq verilişimizin sonuna son 10 dəqiqəmiz qalıbdır. Mən sonuncu sualı verim, elə sonuncu sual üzərindən də siz fikirlərinizi bildirin. Biz ziyalı kimi siz təhsillə bağlı danışdınız, ətraflı məlumat verdiniz. Yəni ziyalı gözü ilə TERP-dən gənc olsun, yaşlı olsun, tanınmış insanlar haqqında bizə yəni zəhmət olmasa məlumat verin. Bir də kənd həyatında alim, ziyalı gözünə necə dəyərləndirirsiniz? TERP deyəndə sizin gözünüzdə nə canlanır? Yəni TERP-in dağları, dərələri, toyu, adətən nəsi? Bir 10 dəqiqə əgər sıxışdıra bilsəniz, bir ümumi bir dəyərləndirmə eləsəniz, çox sevinərəm. Ceyhun müəllim, TERP deyəndə mən birinci bizim elimizin il ağsaqqalımız Seyid Qasım babanı çox xatırlayıram. Salman dayının məsələləri, zərb məsələlər deyirdi ki, indi də unudulmur. Xalam oğlu Telmanı deyərəm. Sonra Bəylər müəllimi deyərəm. Kəndin o vaxtı kənddə bizim dövrdən qabaqda, o bərpa illəri dövründə Humay xala, Hüseyin kişinin arvadı Humay xala uzun müddət dərs deyib. Abdülkərim müəllim, Adilə müəllim, Amaliyə müəllim, yeganə
müəllimə çox heyfsiləndim ona. Niyə? Yeganə müəllim gəlib Naxçıvanla ailə qurdu, sonra Bakıya köçüblər. Əməkdar müəllim adı verməyə 2 gün qalmış, çox heyflər olsun. Yeganə müəllim qəflətən ölüb, Saday dayının qızı yeganə müəllimə deyirəm. Məsələn, Maral müəllim, Hənifəyev Sadayın qızını deyirəm. Məsələn, Hənifəyev Saday, Hənifəyev Surxay qonşumuz, diş həkimi, Hənifəyev Sevindik, Hüseyin dayı neçə illər həm sınıqçıdır, həm Sovet sədri olub kənddə uzun müddət. Məsələn, qonşularımızdan Əskər dayını, Musa dayını, Surxay dayını, Çərkəz dayını, sonra Əz dayının qızı, Əz dayının nəvəsi, oğlu Şirini xatırlayıram və onun övladı Şirxanov Sona indi elmdən namizədi həkimlik üzrə, yoxsa professordur, dəqiq məlumatım o dərəcədə elm var ki, o professor adı almağa layiqdir. Yəni kənd deyəndə, kənddə qonşumuz Şirəstan dayını çox xatırlayıram. Sonra Qönçə xalamgili, Fəthullah, Nurullah xalam oğlanlarını çox xatırlayıram. Kəndimizin adət-ənənələri, dəyərləri çox var idi. Kimin övladı var idi və yaxud övladı olmayan adamın yanında o gənc nəsil uşaqlarının əlindən tutub gəzməzdilər. Özündən böyüklərinə hörmət edərdilər. Uşaqlarını yenə də əlindən tutmazdılar və öz xanımları ilə valideynlərin yanında söhbət etmirdilər. Kəndimizin çox gözəl yaz və payız fəsilləri daha çox gözəl idi. Yazda hər bir qız gəlin kimi gedirdik meşədən, qarın qabağından yığırdıq. Qar çiçəyi idi, nə? Qar çiçəyi yığırdıq, xıncılavuz yığırdıq, sonra yığırdıq. Yol pencəri də var, elə bir ki. Yol pencəri biraz ondan sonra olurdu. Qarın qabağı ilə cazıq. Cazığa gedirdik, Qısır yurduna. Uzun yolu fəth edirdik, uzun yolu piyada gedirdik, gəlirdik. Yəni, ümumiyyətlə, adət-ənənələrimiz çox gözəl idi, qonşular çox gözəl idi, kənd həyatı bir-birlərindən mehriban idilər. Çox gözəl, yaxşı nəsillərimiz vardı. Qonşuluq münasibətləri çox yaxşı idi. Biz hamımız kəndin başında olurduq, idarə deyilən yerdə olurduq, məktəbə bir gedirdik. Allah rəhmət eləsin, sinif yoldaşlarımdan Ramizə, İrəbxana, Dayın Umuda, onlar, biz kəndin başından bir gedirdik, İrəbxan, Vəli, İlham, sonra mən, gedirdik Abdülkərim müəllimin qızı Tacirə, o mənim sinif yoldaşım idi. Hətta o ailə ilə mənim çox bağlılığım var idi. Dərsimi oxuyandan sonra uşaqlığım deməli o ailədə keçib. Bir gecə gəlib evimizdə yatardıq, bir yerdə oxuyardıq, bir yerdə yazardıq. Ancaq bizimki oynamaq deyildi. Bizimki dərs oxumaq idi. Tacirə 8-ci sinifdən ayrıldı, Naxçıvanda Politexnik texnikumuna qəbul oldu. Sonra Qasım dayının oğlu Mehman. Sonra mən oradan El-Obadan Vahid Əzizin adını çəkə bilərəm. Şair Vahid Əziz. Tovq Hüseynovun, şair Tovq Hüseynovun adını çəkərəm. Müğənni Gülüstan Əliyevanın adını çəkərəm. Hal-hazırda bacım oğlu Hüseynov Sabir 8-ci muğam müsabiqəsinin iştirakçısı olub Vaqifin oğlunun adını çəkə bilərəm. Mən Ceyhun müəllimi, sizin özünüzü deyərəm ki, Elmlər Akademiyasında üzvüsüz. Aparıcı elm işçiyəm. Aparıcı elm işçisiz. Çox fəxr eləyirəm sizinlə də. Mən Qərbi Azərbaycandan Türkdən olan öz əmimlə fəxr edərəm ki, o dövrdə heç kim təyyarətçi oxumağa çətinlik çəkirdi, qorxurdular. Pilot olaraq bəli. Pilot olaraq mənim uzun müddət işlədi bəli. Uzun müddət işlədi. Çox uzun müddətdə yaşamadı. 62 yaşında rəhmətə getdi. Çox gözəldirlər müəllimə. Artıq biz gəldik verilişimizin sonuna.
Mən sizə artıq son bir sualla da icazənizlə verilişi mən bağlamaq istəyirəm. Artıq verilişimiz yekunlaşmaq üzrədir. İlham müəllimə, artıq bir ziyalı kimi kənd həyatından, xüsusən bizim əsasən verilişimizin əsas məqsədi bir ziyalı gözündən dəyərləndirməkdir. Əsasən təhsil üzərindən biz danışdıq. Çünki siz fərqli mövzulara belə deyək danışmaq istədiniz. Açığı izləyicilər mənə bağışlasın, mən icazə vermədim. Yəni adət-ənənədən, toydan, ağsaqqallardan, dərələrdən düzən danışmaq istədiniz. Açığı özünüz də bildiyiniz ki, mən icazə vermədim danışasınız. Əsas mən dedim ki, İlahi müəllimə sırf təhsil üzərindən ki, bu dəyərləndirməni də etdiniz. Biz kəndimizi bütün belə deyək də, bütün olaraq təsəvvür eləyəndə İstisi olsun, Terp olsun, Köçbək, Leyli, Qaçan, bunun hamısı bizim yaxın böyüdüyümüz, gördüyümüz yerlərdir. Yəni, bir İlahi müəllimə Terpə qayıtmağı necə arzu edir? Haralar gedərdi? Təəssüratlar necə olardı? Cüv müəllim, bir dənə icazə versən, ziyalı gözündən bir neçə nəfərin də adını deyə bilərəm ki, mənim oxumağımda, ali təhsil almağımda Allah Sabir müəllimə rəhmət eləsin, İstisudan Kamil dayının oğlu. O atama demişdi ki, Terpdən belə dərs dinləməyə gedəndə belə bir qız var. O kimin qızıdır? Atam da deyib, biraz da qohumumuzdur ata tərəfdən. Deyib, mənim qızımdır. Çox heyfsilənib ki, mən ali təhsil almamışam. Sonra atama deyib ki, mənə söz ver ki, o qızı oxutduracaqsan. Sonra Ali müəllimin adını çəkə bilərəm. Behbud dayının oğlu İstisudan. Sonra kəndimizdən Aydının adını çəkə bilərəm, Ağalı dayının oğlu. Cənnətin adını çəkə bilərəm, Səlman dayının oğlu. Bəlkə də kollec oxuyanlarımız daha çox idi. İrəvanda Dəmirçi adına texnikum var idi. Əksəriyyəti, məsələn, mənim xalam oğlu Umud orada oxuyub, Mamuş orada oxuyub, İsmail Səlman dayının oğlu orada oxuyub, Tağı orada oxuyub. Kəndimizdən buxalteriya üzrə ilk qız Adilə, Nəcəfov Adilə, Əli qızı, Əli Kirvənin qızı, Ziba Kirvənin qızı orada oxuyub. Yəni belə. Amma yenə də vətəndir. Əzizim vətən yaxşı, geyməyə kətən yaxşı, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Vətəndən şirin heç nə yoxdur. Torpaqdan şirin, övladdan da şirindir vətən. Onu deyim ki, biz övladımızı böyüdürük, vətən üçün qurban veririk. Ona görə deyirəm ki, övladdan da şirindir vətən. Ora qayıdıb, birinci öz evimizə gedərdim. Min bir əziyyətlə, əzab-əziyyətlə atamın, anamın əl izlərini görərdim. Sonra qəbirstanlığı ziyarət eləyərdim. Orada mənim cavanlarımız yatır. Cavan Həsən, Pürüzma Marhaj baba kişi oğlu, Surxay, Nənəş, xalam Diləfüz, Sahibə və unutduqlarım da varsa kəndçilər məni bağışlasın. Nəsir dayının oğlu İlham. Hamısının adını çəkərdim, onları ziyarət eləyərdim. Seyid Qasım babanın ocağını ziyarət eləyərdim. Kəndin dağı, dərəsi, çölü, meşəsi, hər tərəfi ziyarət edərdim. Əgər ziyarət eləmək inanıram ki, bizə nəsib olacaq. Yəni mən inanıram ki, mən onu görəcəm. Və sonda mən özüm haqqında qısa bir reportaj deyim, qısa bir danışıq verim. Mən hal-hazırda Yevlax şəhər Tahir Əzimov adına 10 nömrəli məktəbin Azərbaycan dili ədəbiyyat müəllimi və təlim-tərbiyə işləri üzrə direktor müavini işləyirəm. Çox gözəl. İlahi müəllimə, sizə dərin təşəkkürümü bildirirəm. Həqiqətən verilişimiz çox gözəl alındı. Əsas məqsədimiz Qərbi Azərbaycanla bağlı bizim ağsaqqallarımız, ağbirçəklərimiz, ziyalılarımız öz duyğu düşüncələrini paylaşsınlar. Gələcək nəsillərimizə bir ərmağan olsun. Bir arxivdir bu. İnşallah gələcək nəsillər bu verilişlərə baxanda deyəcəklər ki, bizim övladlarımız, bizi tanıyanlar, tanımayanlar
tədqiqat işi ilə məşğul olanlar mən elə başa düşürəm ki, bu videolara baxanda deyəcəklər ki, bəli, deyək ki, fərqli-fərqli bölgələrin insanları, söhbət Qərbi Azərbaycandan gedir. Bunlar bizim əcdadlarımızdır. Bunlar o da yaşayıblar. Bunların xatirələri onu göstərir ki, o torpaqlar bizimdir. Yəni o torpaqlar bizim əlimizdən alınıbdır. O da İrəvan xanlığı idi. Yəni ermənilər orada gətirilibdir. Biz torpağımızı itirdik. Allah ali baş komandanımıza uzun ömür can sağlığı versin ki, həmin o Qarabağda, Qərbi Azərbaycanda oynanan oyunu icazə vermədi ki, Qarabağda oynanırsın. Buyurun, mən demək istəyirsiniz? son bir fikirləri Buyurun. çox geniş məlumat vermək istəyirdim. Mən məktəbdə işləyən vaxtı Heydər Əliyev və Azərbaycan adlı inşa yazılmalıydı və o inşadan mən Neçənci il idi? elə bil ki 95-ci illərə yaxın idi. Heydər Əliyev hələ Naxçıvanda ulu öndərimiz Heydər Əliyev hələ Naxçıvanda işləmirdi. Həmin onda Heydər Əliyev və Azərbaycan belə bir mövzuda inşa məktəblərə tapşırıldı. Həmin o vaxtı məktəblərdə Heydər Əliyev və Azərbaycan adlı bir inşa müsabiqəsi keçirildi və o inşa müsabiqəsində Yevlax məktəbləri arasında mənim inşam nümunəvi oldu. Mənim şagirdimin Lamiyə Nəbiyevə, Lamiyə Koroğlu qızı və Respublikaya göndərildi. Sonra ikinci inşam Xocalı həsrəti, üçüncü inşamda Xocalı ilə bağlı idi. Xocalı həsrətində bir qeyd elədim ki, Xocalılar qan üstə qan axmağa baxmayaraq, gün gələcək ki, biz öz torpaqlarımıza qayıdacağıq, o qanların yerində bənövşələr, lalələr bitəcək. Doğrudan da o torpaqda lalələr bitdi. O şəhid qanları tökülən yerdə lalələr bitdi. O lalələr, mən ulu öndərimizin davamçısı İlham Əliyev cənablarına çox minnətdaram ki, o dəmir yumruğun nəticəsində torpaqlarımızı aldı və ona da inanıram ki, Ceyhun müəllim, biz Qərbi Azərbaycana özümüz qayıtmasaq da, gedib oranı öz gözlərimizlə görəcəyik. Gələcək nəsil öz torpağımıza, Qərbi Azərbaycan İrəvan xanlığına, öz torpağımıza gedəcəklər. O nəsil bu verilişlərə baxacaq. Sizə çox təşəkkür edirəm ki, bir ziyalı gözü ilə orada dəst edin bir uşaq kimi siz bunu tarixi faktları, hadisələri gələcəkdə bir xronoloji olaraq tarixçilər nəyəsə baxanda bu verilişlərin çəkilişində də baxıb hansı hadisələrdən, hansı danışıqlardan nümunələr götürəcəklər. İnşallah. Çox sağ olun, sizə təşəkkür edirəm. Nə yaxşı ki varsınız, varmışsınız. Bu elin belə oğulları var, bu elin oğulları çoxdur. Sizinlə fəxr edirəm. Çox sağ olun. Bizim Yevlağa dedim verilişimiz 32-cidir. Gəldiyim bu məhəllə də 32-ci məhəllə adlanır. Çox gözəl. Bunlar da üst-üstə düşübdür. İlham müəllimə çox sağ olun, təşəkkür edirəm. Həqiqətən maraqlı bir veriliş oldu. Fikirlərinizə gəlsə dərin təşəkkürümü bildirirəm. Bir daha sizə demək istəyirəm ki, mən belə başa düşürəm ki, sizin növbəti verilişlərimizin qonağı da olacaqsınız. Biz sizdən danışdıq. Artıq icazənizlə mən verilişi yekunlaşdırmaq istəyirəm. Müsahibə verdiyinizə görə, evinizi bizə açdığınıza görə Həsrət və Ümid verilişi olaraq sizə dərin təşəkkürümü bildirirəm. Əziz Həsrət və Ümid verilişinin daimi izləyiciləri, bir verilişimizdən sonuna çatdıq. Qeyd etmək istəyirəm ki, biz bugün Yevlax şəhərindəyik. Qərbi Azərbaycanın Paşalı rayonunun Tev kəndinin sakini olmuş Hüseynova İlayə Cəbrari qızının qonağı olduq. İnanıram ki, verilişi bəyənəcəksiniz və sizdən də bir arzu istəyim var ki, verilişi bəyənin, kanalımıza abunə olun, paylaşın ki, bu səsimiz, bu sədamız hər tərəfə yayılsın. İlayə müəllimə çox sağ olun. Təşəkkür edirəm, var olasınız. Çox sağ olun. Mən də təşəkkür edirəm sizə. Bu ücə dənə buradan Əli qardaşa salamlar göndərirəm.
Əli qardaşa ona görə salam göndərdim ki, bizim WhatsApp qrupumuz var. Aha. Oranın ağsaqqalı Əli qardaş olduğuna görə bizim qonşumuz Əsgər dayının oğlu, Gönçə xalanın oğlu çox gözəl ağsaqqallıq eləyir. Hər gün səhər-səhər öz duaları ilə bizlərə Tək o deyil. həvəslə- Aygül bibi də var, Abbas da, hamısı Hə, maşallah olsun. Hamısına Qrupumuzun təşəkkürümüz, bəli. təşəkkürümü bildirirəm. Nə yaxşı ki varsınız, bu qrup yaradıldı. Elə bilirəm ki, öz kəndimizdəyik. O kəndimizdə olmağı belə xatırlayıram ki, məsələn, yanvarın 27-sində böyük bir tədbiriniz oldu Ceyhun müəllim. Bəli. Sonra indi Seyid Qasım babanın nəvəsi Mirəli Gilin qapısına yığılacaq köhnə adət ənənələrimiz. Aprelin təxminən ortalığından sonra, bəli. Pənahgildə məsələn kəndin neçə ildir həsrətlə görmədiyimiz həsrətlə gözləyirik ki, hansısa bir toyda da görək həmin adamı bu verilişdə gördük. Əsasən də Hidayəti görəndə, orada kəndə gedəndə toylarda cəmaatı görürəm. Amma kənddən çıxan 40 ildə mən Hidayəti görməmişdim. Bu da həsrət verilişinin bir özəlliyidir. Bəli, həsrət vətən həsrətidir. Ümid isə ora qayıtmaq ümidi ilə. Allah sizdən razı olsun. Növbəti verilişdə görüşmək ümidi ilə görüşərik. Çox sağ olun. İnanıram ki, növbəti verilişimizin yenə qonaq olacaqsınız. Allah'a əmanət olun. Allah canımızı sağ eləsin. Canın sağ olsun. Sağ-salamat gedib çıxasan Bakıya. Canım mənim, hələ mən orada kitabxanaçı Süsənin adını çəkməmişdim. Zabta xalanın kitabxanaçının adını çəkməmişdim. Çərkəz dayının adını çəkməmişdim. Atı çəkdiniz. Ona görə də Ceyhun müəllim, onu mənə vaxt, siz deyirsiniz ki, vaxt bitdi, amma mənim ürəyim o qədər doludur ki, elə bilirəm ki, çox adam məndən inciyəcək ki, niyə qeyd eləmədim filan. Mən onlara irad bildirmişdim, müəllimliyimi orada da bildirirdim. Yəni belə deyək də, İlham müəllimə, bu həmişə bu bizim WhatsApp qrupunda danışılan məsələdir. Yəni verilişin bir ölçüsü var, bir vaxtı var. Bir insan da Ələm demişkən, Həsən müəllim demişkən hamı hər şey danışa bilməz. Kimlə danışırsa Allah razı olsun. Bizim qazancımız odur. Çox sağ olun, Allah'a əmanət olun, görüşərik inşallah.